Yenə də sizin istəyiniz üzərinə, ən çox da anaların istəyi üzərinə qurd xəstəliklərindən danışmaq istəyirəm. Hansı əlamətlərlə özünü göstərir? Xüsusən uşaqlarda iştahsızlıq, səhər yeməklərindən imtina eləmə, qarında ağrılar, ishal və yaxud da qəbizlik, gecə narahat yuxu, yəni uşaqlar rahat yata bilmirlər, anal nahiyədə qaşınma, diş qıcaması, ağızdan su gəlməsi, bax bütün bu əlamətləri verə bilər. Lakin əziz valideynlər, yuxarıda saydığımız əlamətlər olan kimi uşaqlara hətta profilaktik əczaxanalara gedirsiniz, həkimə getmədən də qurd dərmanı verməyə tələsməyin. Mütləq nəcis analizi verilməlidir. Özü də 3 dəfə verilməlidir. Bir həftədən bir. Əgər 3 dəfədən birində hər hansı bir qurd tapılarsa, bu zaman təbii ki, həkim mütəxəssislərə müraciət eləməlisiniz və həmin qurda uyğun da müalicə yazılmalıdır. Çox zamanı qurd üçün verdiyimiz müalicələr çox qısa olur. Bir dəfə dərman verməklə biz çox böyük qurd xəstəliklərinə qalib gəlirik, tamamilə sağalır. Ona görə müayinə olunmaq mütləqdir. Çünki qurd dərmanları çox hepatotoksik, qaraciyərə zərərli dərmanlardır. Öz başınıza qonşudan soruşmaqla, apteklərdən almaqla müalicə etməyin.